Günlərin bir günü bizim Molla Nəsrəddin dostlarının yanında oturub dərindən bir köks ötürür. Üzünü tutur onlara, "Ah, hay dostlar, ürəyim yaman halva istəyir, amma heç cür yeyə bilmirəm" deyir. Dostları təəccüblə üzünə baxıb soruşur, "Niyə ay Molla, nə məsələdir? Yoxsa evdə onun yoxdur?" Molla boynunu büküb cavab verir, "Yox eşi, unum var, şəkərim də var, amma evdə 1 qram yağım yoxdur." Dostları yenə maraqla soruşur, "Yaxşı, bəs yağ olanda niyə bişirib yemirsən?" Molla əlini yəlliyib deyir, işte ondadır ki, onda da bəxtimdən unum qutarır." Dostları gülüşüb axırıncı dəfə soruşurlar, "Ay kişi, bəs hamısı un, şəkər, yağ bir yerdə olanda nə baş verir?" Molla dözməyib, lap bərkdən qışqırır, "Bax, əsl müsibət də orasıdır. Hamısı olanda da ya mən evdə olmuram, ya da iştahım küsüb gedir. Bu lənətə gəlmişlərin üçü heç vaxt bir araya gəlmir."